Salam, hər vaxtınız xeyir. Bu videoda 6 iyul 2025 ikinci qrup qəbul imtahanına düşmüş riyaziyyat suallarına baxırıq. Başlayaq. Deməli, burada birinci sualda nə edirik? 16-nı ortaq çıxararam. Onlar x üstəyə 1, amma kök altında. Üstəyə 4-ü ortaq çıxararam. X plus 1, yenə kök altında. Çıx kök altında x plus 1. 25. 16-dan çıxır 4. 4 kökdə x plus 1. Üstəyə 2 kökdə x plus 1. Çıx bir dənə kökdə x plus 1 bərabər 25-ə. 4 ilə 2-sini toplayanda 6, 1-in çıxanda 5, kök altında x plus 1 bərabərdir 25-ə. Kök altında x plus 1 bərabərdir 5-ə. Bu hər tərəfi kvadrata yüksəldirəm. X üstəyə 1 bərabərdir 25-ə, x də bərabərdir 24-ə. D variantı. İkinci sual. A nöqtəsindən çevrəyə AB toxunanı AC kəsəni çəkilmişdi. AM 3 kökdə 3. BNM qövsü MKS qövsüsünə 1-2 nisbət verilib. AB BC-yə perpendikulyar olarsa çevrənin radiusunu tapın. AB BC-yə nədir? Perpendikulyar. Perpendikulyardırsa AB toxunandır. BC isə vətər. İndi burada əgər perpendikulyardırsa demək bu BC vətəri ilə diametrdir. Bunun diametri olduğunu qeyd elədim. Buradan sonra nə edərəm? Bunların nisbəti 1/2-dir. Nisbəti 1/2-dir. X, 2x, cəmi yazıram 180. 3x bərabərdir 180, x bərabərdir 60. Demək, bu qövsü 60-dır, bu qövsü isə 120. Mən bir də buranı verib, AM 3 kökdə üstdürsə, nəyi tap? Çevrənin radiusunu tap. Tapaq. Bura oldu çevrənin mərkəzi. Götürərəm bir dənə buradan və bir xətt çəkərəm. Baxın, bura olar 120 deyil. 120-nin qarşısı bizə verəcək 60 dərəcə. 60-ın qarşısı bura olar 30 dərəcə. 30-60 bura 90. 90-ın qonşusu burada 90. 60-ın qonşusu bura 30. 30 burada yerinə. Burada deyil, yer elə 60 dərəcə. 30-un qabağı 3 kökdə üstdürsə, 60-ın qabağı 10-un da kökdə 3 misli. Yəni, 3 kökdə 3 kökdə 3 vuranda 9. 30-un qabağı 9-dursa, 90-ın qabağı, baxın bu 3 buzağa baxırıq. 90-ın qabağı 18. Diametri 18-dir, radius da onun yarısı 9 edir. Üçüncü sual, konusun doğranı 4 kökdə 2 cm. Ox kəsiyinin təpə bucağı isə 90 dərəcədir. Konusun həcmini tapın. Bir dənə konus çəkirəm. Bura 90 dərəcədir. Doğran neçədir? 4 kökdə 2. Burada 4 kökdə 2. Buradan nə edərəm? Təpə bucağı 90 dərəcə verib. Bir dənə buradan hündürlüyü çəkirəm. Çəkdim hündürlüyü. Bərabər yanının 3 bucaq olduğuna görə ox kəsiyi. Hündürlüyü median tənbölən olar. Bura 4 kökdə 2-dir. Bura h deyərəm. Bura r deyərəm. Amma nəyə diqqət edək? Bura 45, bura 45 olur axı. Burada 45, burada 45 olur axı. Biz bu səbəbdən nə etməliyik? X kökdə 2 yazıram. X-i taparam buradan 4. Deməli, hündürlüyüm də 4-dür, radiusum da 4-dür. Konusun həcmi V bərabərdir 3/1 pi r kvadratı h. 3/1 pi r-in kvadratı h. Bu deyir 64 pi böl 3. B variantı. İfadəsinin qiymətini tapın. Maraqlı bir ifadədir. Necə taparıq? Buradan ortaq məxrəcəyə gələn birinci. Bunu vuraram kosinus 20-yə. Bunu isə vuraram sinus 20-yə. Bu da bizə nə verər? Kök altında 3 vurulsun kosinus 20. Çıxılsın sinus 20. Bölünsün. Məxrəcdə bunların hasili. Sinus 20 vurulsun kosinus 20. Bu da bərabərdir. Deməli, bundan sonra nə edərik? Burada diqqətlə baxsaq, düstur olmaq istəyib. Yuxarı hissəsi. Amma düstur olmağı bacarmayıb. Nə edirəm yuxarını? Balaca sağa sürüşdürüm ki, yerim olsun yazmağa. Yuxarıdakı ifadəni mötərizəyə alıram. 2-yə bölürəm və qabağına 1-2 atıram. Ki, məndə düstur alınsın.
İndi gedirik düsturu alındırmağa. Köçdü 3 bölü 2-nin yerinə indi istəsək sinusla yazarıq, istəsək kosinusla. Sinusla yazmaq deyəsən daha sərf edir. 2 vurulsun sinus 2 vurulsun sinus. Köçdü 3 bölü 2-nin yerinə yazaram. Sinus 60, kosinus 20 çıxılsın. Kosinus 60, sinus 20 mötərizədə. Məxrəcdə isə nə edərəm? Məxrəcdə də sinus 20, sinus 40, sinus 20, kosinus 20 yanaşdı. Bunlar da yanaşı olanda nə edirik? 2-yə vururuq. 2-yə bölürük. Məxrəc bizə verəcək sinus 40. Yuxarıda 2 vur 2, 4. Sin, cos, cos, sin. Sinusun fərq düsturudur. 60 çıx 20 bizə verəcək sinus 40. Aşağıda da 2 sinus 20, kosinus 20 o da bizə verəcək sinus 40. Sinus 40 var gedər, qalar cavab 4 A variantı. 5-ci sualda tənliyə sistemindən y vur y çıx 2-ni istəyir. Bir yəni bura diqqət yetirsək, aşağını mənfi 2-yə vuraram ki, x-lər getsin, sonra gələm cavaba yaxınlaşım. Mənfi 2-yə vursam aşağını, sistem 2x üstəyə y-in kvadratı bərabərdir 7-yə. X üstəyə y isə bərabərdir 4-ə. Buradan dedik ki, aşağı nəyə vurmuşuq? Aşağı mənfi 2-yə vurmuşuq. Əgər vurulmuş halını yazıram. Mənfi 2x çıx 2y bərabərdir mənfi 8-ə. 6 toplayanda 2x-lər gedər. Y-in kvadratı çıx 2y bərabərdir mənfi 1. Y-i də ortaq çıxaranda y vurulsun y çıx 2 bərabərdir mənfi 1. Bizdən də zaten bunu istəyir. 5-dən sonra baxıram 6-cı suala. ABCD sualın şərti üstündə qeyd olunub. ABCD düzbucaqlı üç bucağında ADY düzbucaqlı üç bucaq, ADY isə oturacaq. AY oturacağı AY olan bərabər yanlı üç bucaqdır. Bərabər yanlı üç bucaqdırsa, bura F yazaram, burada F yazaram. B F 6-dır, C F 12-dir və Y F 20-dir. Y F-anı. Bura 20-dir, bura 90 dərəcə. Baxan kimi 12-20, buranı neçə düşünürəm? 16. Bura çox önəmlidirmi? Hər ehtimala yazıram, amma desən önəmli deyil. Bizdən nə istəyir? AB-ni bütöv istəyir. Bura bir x deyirəm. İndi nə görürəm? Sağ tərəfdə bir düzbucaqlı üç bucaq var. Sol tərəfdə digər bir düzbucaqlı üç bucaq var və bunlar oxşardır. Alfa 90, bura beta. Və alfa 90 burada beta olmaq məcburiyyətindədir. Çünki cəmi 180 ola bilməsi üçün. İndi baxaq, böyüyün qabağında, böyüdə 90-ın qabağında x, kiçikdə 90-ın qabağında 20 bərabərdir. Böyüdə alfanın qabağı 18, kiçikdə alfanın qabağı isə 12-dir. İxtisar aparıram. 6-ya böləndə burada 2 qalır, burada 3. Çarpaz eləyəndə 2x bərabərdir 60, x də bərabərdir 30-a. Cavab A variantı. Funksiyasının təyin oblastını tapaq. Bunu tapmaq üçün nə edərəm? Biz bilirik ki, 1 çıx 6x bu hissə həmişə 0-dan böyük olmalıdır. Mənfi 6x böyükdür mənfi 1-dən. X də kiçikdir 6-da 1-dən. X 6-da 1-dən kiçikdir. Sonra bir də loqaritmanın özü 2-də 1, 1 çıx 6x özü 0-dan böyük bərabər olmalıdır. Buradan da 1 çıx 6x əsas 2-də 1 daxil. Yazıram 2-də 1 üstü 0. Amma əsas demişdik 1-dən kiçik olanda bərabərsizliyin işarəsi dəyişir. 2-də 1 üstü 0. 1 çıx 6x kiçik bərabərdir 1-dən. Mənfi 6x kiçik bərabərdir 0-dan. X də böyük bərabərdir 0-dan. X 0-dan böyük olmalıdır. Böyük bərabər olmalıdır. 6-da 1-dən isə kiçik. Cavab Y variantı. İfadəsini sadələşdirin. Bu ifadəni sadələşdirməyimizin iki mümkün halı ola bilər. Bir halı biraz qəliz üsul olacaq. Yəni, görmək biraz çətin olacaq. Nə edərəm? A-nı yazaram. Kök A kvadratı. 3 vurulsun. Kök A kvadratı. Üstəyə 2 kök A vur kök B. Üstə gəl. Bu kök AB yazılıb olsun. Üstə gəl kök B kvadratı. Kök altında. Məxrəcdə də eyni ifadədir. Sadəcə bir dənə arada minusdur. Kök A-nın kvadratı. Çıx 2 kök AB.
üstəyə kök b-nin kvadratı çıx 6 kök b bölünsün kök a çıx kök b bərabərdir. Birinci isə bizə verəcək 3 kök a üstəgəl kök b-nin kvadratı. Amma kök altında kökü unutmayaq. Bölünsün. Kök a çıx kök b-nin kvadratı. Kök altında çıx 6 kök b bölünsün kök a çıx kök b. Bu da bərabərdir. Kvadratla kök gedər. AB müsbətdir. Əslində modula düşməlidir. Amma modulda yazsaq da olar, yazmasaq da olar. Niyə? Çünki kök A üstəyə kök B 3 dənə kök B kök A üstəyə kök B 3 dənə bölünsün kök A çıx kök B. Hə, bunu dediyim kimi modulda yazmalıyıq. Modulda yazmaq səbəbimiz nədir? Çünki ifadəmizi düzgün təyin edə bilək. Yəni, modulun içərisi mənfidir, yoxsa müsbətdir. Plus hissəsinin çox önəmi yoxdur. A, B-dən böyükdür, ikisi də müsbətdir. Bu bizə müsbət verəcək. Burada da A, B-dən böyükdür, böyükdən kiçik çıxanda o da bizə müsbət verir. Elə yazıram bu formada. 3 kök A, üstəcə 3 kök B, çıxılsın 6 kök B, bölünsün. Zaten buradan olduğu kimi çıxacağına görə birbaşa ortaq məxrəcə belə yazdım. Bu da bizə verəcək 3 kök A çıx 3 kök B bölünsün kök A çıx kök B. 3 ortaq çıxaranda kök A çıx B-lər gedər. Qalar 3. Cavab D variantı. Hə, bu sualın bir dənə də yolunu sizə izah edə bilərəm. Amma bu yol belə deyim də atmaq və ya tutuzdurmaq yoldur. Necə? A böyükdür B-dən, B də böyükdür 0-dan. Burada bir ədəd qoymaq olar, ədəd qoyub yazmaq olar. Məsələn, çalışın elə ədəd qoyun ki, kökdən çıxa bilsin və A, B-dən böyükdür axı. Mən məsələn, burada ağılıma nə gəlir? 4 ilə 1. 4 ilə 1-i qoyub daha tez cavabı taparam. 3 vurulsun kök altında. 4 üstəgəl 2, 4 vur 1 üstəgəl. B nədir? 1-dir yaxı. Bölünsün. Aşağısını yazıram 4 çıxılsın 2 kök altında 4 vur 1 üstəgəl 1 çıx 6 vur kök altında 1 böl kök altında 4 çıx kök altında 1 bərabərdir. 3 vur kök altında 4 buradan nə çıxır? 4-dən də 2 çıxar. Yəni bu hissə bizə verir kökdə 9. Bu aşağı hissə bizə verəcək kökdə 1 çıx 6 bölünsün 1. Yəni, cavab olar 9 çıx 6 3. B qısa da tapa bilərik. Ümumiyyətlə, qəbul imtahanında tez-tez bunu deyirəm. Ədəd qoymağa qorxmayın. Gördünüz, yazanmırsınız və mümkün hal var ki, siz ədəd qoyub cavab tapasınız. Tapın. Fikir verin. Bir var, belə yuxarıdakı kimi uzun yazaq. Bir də var ki, biraz qısa yazaq. Gəldik 9-cu suala. ABC-də düzbucaqlısının diaqonallarının O kəsişmə nöqtəsindən onun müstəvisinə OM perpendikulyar qaldırılmışdır. AC 10-dur, MA da 10-dur. MA da 10 olarsa MCA bucağını tapaq. Bu bucağı istəyir bizdən. Deməli, AC 10-dur. Diaqonalların kəsişmə nöqtəsində bu yarıya bölünər. 5, 5. AM neçədir? AM 10-dur. Və o zaman MC də 10 olar. Bunlar bərabər olduğuna görə. Əla. İndi buradan 90-ın qabağı 10-dursa, 90-ın qabağı 10-dursa, nəyin qabağı 5 eləyər? 30-un. Bizdən amma MCA bucağını istəyir. Bu bucağı 60 dərəcə. Cavab C variantı. Baxaq 10-cu suala. Onda deyir, tənliyin kökləri hasilini tapaq. Bu tənliyi həll etmək üçün nə edərik? Deməli, burada iki variantımız var. Ya x sıx 2, x sıx 2 üstündə 4x sıx 6 bərabər 1 olması üçün, ya x sıx 2 bərabərdir 1-ə. Niyə? Çünki 1 üstə hər şey zaten 1 verir. Qüvvətindən asılı olmadan modulda x sıx 2 1 olarsa, burada qüvvəti nə olur olsun, bizə nə verəcək? 1. X sıx 2 bərabərdir 1, x bərabərdir 3. Bir dəfə olduğu kimi yazdım. Bir dəfə qabağına mənfi atıb həll edirəm. Bərabərdir 1. Mənfi x üstəyə 2 bərabərdir 1. Mənfi x bərabərdir mənfi 1.
X də bərabərdir müsbət 1. Bir də burada nəyə diqqət etməliyəm? Biz bir də bilirik axı, hər şeyin üstündə 0 olarsa, o bizə 1 verəcək. 4x çıxı 6 bərabər 0 desəm, nəyin üzərinə 0 yazsaz zaten 1 verəcək. 4x bərabər 6, x bərabər 6 böl 4, yəni 3 böl 2. Bunların hasili 3 vur, 1 vur, 3 böl 2, cavab 4 onda 5. E variantı. Baxaq 11-ci suala. Səndə yanacağın əvvəlcə 30%-in, sonra isə qalan yanacağın 20% işləndi. Səndə ilkin yanacağın hansı hissəsi qaldı? Nə qədər yanacaq var bilmirəm. Buna 100 litr deyərəm. İlkin olaraq 30%. 100-ün 30%, 30 litr getdi, qaldı 70 litr. Daha sonra isə 20%, yəni 14 litr gedəcək. 70-in 20%, 14-dür. Birbaşa yazdıq. Qalacaq nə qədər? 56 litr. Səndə ilkin yanacağın hansı hissəsi qaldı? Nə qədər qalıb? 56 litr. İlkin yanacaq nə qədərdir? 100. 56 100-ün hansı hissəsini təşkil edir? İxtisar aparıram 4-ə. 25-də 14. B variantı. Baxaq 12-ci suala. Katetləri 6 10 olan düz bucağı üst bucağın sahəsini tapaq. S bərabərdir AB böl 2 deyir 6 vur 10 böl 2. Cavab 30. D variantı. 13-cü sual. İfadəsinin qiymətini hesablayın. Hesablayaq. Demək, burada sürət 104 240-dır. Məxrəcdə nə etmək olar? Yuxarıda əkob 104 240-ın yerinə, yuxarıda hasinin yerinə əkob vurulub yaza bilirik. Ya da aşağıda ortaq çıxaraq da. Hər ikisi 4-ə bölünür. 4-ə ortaq çıxarıram. 8-ə bölünürmü? Deyəsən 8-ə də bölünürlər. 8-ə ortaq çıxarıram. 8-i çıxaranda əkob içəridə nə qalacaq? 8 vur əkob 104-ü 8-ə böləndə bizə 13 verər. 240-ı 8-ə böləndə isə bizə 30 verəcək. Bu da bərabərdir. 104 vur 240 bölünsün 8 vur 13 vur 30. Buradan 104 ilə 8 gedər. 13 qalır. 13 ilə 13 gedər. 240-ı da 30-a bölsək cavab ilə 8 qalır. Y variantı. 14-cü sual. Tənliyin köklərinin cəmini tapaq. Deməli, verilmiş funksiyanın birinci törəməsini tapmalıyıq. X kubun törəməsi 3x kvadratı çıx 18x üstəgəl 24 bərabərdir 0. Hər tərəfi 3-ə bölərəm. X kvadratı çıx 6x üstəgəl 8 bərabərdir 0. Köklər cəmi x1 üstəgəl x2 bərabərdir 6. Cavab A variantı. 15. Xətləri ilə hüdudlanmış fiqurun sahəsi loqaritmə 25 əsasdan y olarsa A-nı tapaq. Deməli, bizdə nə var? Xətləri ilə, bu xətlərlə hüdudlanmış fiqur deyir. Bir dənə nəyi verib? Deməli, y1-i verib 5 üstü x, y2-ni də verib 25 üstü x. x1-i verib A, amma x2-ni verməyib. Bunu demişdik, tapmaq üçün bunları nə edirik? Bərabərləşdirirdik. 5 üstü x bərabərdir 25 üstü x-ə. Bunların bərabər olması üçün x 0 olmalıdır. Niyə? Qüvvət 0 olarsa hər ikisi 1 olacaq və bərabərləşəcək. Ya da belə də yazmaq olar da. 5 üstü x bərabərdir 5 üstü 2x. 5-lər gedər x bərabərdir 2x-ə. Buradan da x 0 şərtidir. Atıram sol tərəfə, görürəm ki, x bərabərdir 0. Neysə, x-i 0 tapdıq. Bu rahat hissəsi idi. Getdik. İntegral 0-dan A-ya sahəni verib baxın. S bərabərdir. İntegral 0-dan A-ya 25 üstü x çıx 5 üstü x. Normalda mən diqqət eləmirəm ki, bu hansı birinci gəlir, hansı ikinci. Amma burada fikri verməliyik ki, hansını birinci yazmalıyıq. 25 üstü x 5 üstü x-dən daha böyükdür deyə birinci 25 üstü x yazıram, sonra çıx 5 üstü x yazıram. Çünki yerlərinə səhv yazsam, sonda cavaba mənfi ala bilərəm. Yəni, burada düzəlmək biraz çətin ola bilər. Bərabərdir nəyə? Loqaritma 25 əsasdan y-yə. Getdik. 25 üstü x-in integralı. A üstü x-in integralı nə idi? A üstü x böl ln a. 25 üstü x böl ln 25 çıx
5 üstü x böl eləyən 5. Sərhədlərimiz sıfırdan a-ya. Bu da bərabərdir. Loqaritmi 25 əsasdan y-yə. Buradan sonra biraz gedək qabağa. Vərəqi sevdim ki, rahat yerim qalsın yazmağa. Aparıb a-nı yerinə qoyuram. 25 üstü a böl eləyən 25. Çıxılsın. 5 üstü a. 5 üstü a böl eləyən 5. Çıxılsın. 25 üstü 0 böl eləyən 25. Çıxılsın. 5 üstü 0 böl eləyən 5. Bərabərdir. Loqaritma. Burada loqaritma 25 əsasdan y-ni nə edə bilərəm? 1 bölünsün. Bu 25 əsasdan y deyil. Olar mı bunu yazım? 1 bölünsün. Loqaritma y əsasdan 25. Bunu da yazım. Y əsasdan bilirəm də nədir? 1 bölünsün eləyən 25. Bu formada yazım, cavabımı çıxarım. Hətta bunu da indi necə yazaram? 1 bölünsün eləyən 25. Biraz sərgiyə salıb sonra eləyən 25-ləri toplayaram. Gəlirəm nəyə? Eləyən 25-i 5-in kvadratı kimi yazaram. Eləyən 25-i 5-in kvadratı, eləyən 25-i 5-in kvadratı kimi yazaram ki, cavabım rahat çıxsın. 25 üstü a bölünsün eləyən 5-in kvadratı çıx. 5 üstü a böl eləyən 5 çıx. 1 böl eləyən 5-in kvadratı üstə gəl 1 böl eləyən 5 bərabərdir. 1 böl eləyən 5-in kvadratı. Bu kvadratları da əvvəl ataq. 25 üstü a bölünsün 2 eləyən 5. Çıx 5 üstü a-dır bu. 5 üstü a böl eləyən 5. Çıx 1 böl 2 eləyən 5. Üstə gəl 1 böl eləyən 5 bərabərdir. 1 böl 2 eləyən 5-ə. Hər tərəfi 2 vur eləyən 5-ə vuraram. 2 məxrəcdən canım qutarsın. Vurdum. Hər tərəfi buna vuranda əlimdə nə qalacaq? Əlimdə qalacaq 25 üstü a çıx. 25 ilə 25 gedər. Bir də 2-yə də vurarıq. 2 vur 5 üstü a. Çıx 1. Üstə gəl 2. Bərabərdir nəyə? 1-ə. İndi bu tənliyi həll etməliyəm. 25 üstü a çıx 2 vur 5 üstü a. Çıx 1 üstü 1 bizə verəcək. Plus 1 bərabərdir 1. 1 iləridə getsə hər iki tərəfdən. Onda nə olar? Deməli 25 üstü a çıx 2 vur 5 üstü a bərabərdir 0-a. Bunu da həll edəsək. Bunu 5 üstü a-ya bir t deyərəm. O zaman 25 üstü a olacaq t kvadratı. T kvadratı çıx 2t bərabərdir 0. T vur t çıx 2 bərabərdir 0. Ayrı-ayrı 0-a bərabər eləsək. T bərabər 0. T çıx 2 bərabər 0. T bərabər 2. Yəqin ki 25 üstü a 0 olmaz. Daha doğrusu üzr istəyirəm. 5 üstü a 0 ola bilməz. Amma 2 ola bilər. 5 üstü a 2-dirsə a da bərabərdir loqaritma 5 əsasdan 2-yə. Cavab loqaritma 5 əsasdan 2. B variantı. Baxaq 16-cı suala. 16-da deyir ki, kompleks ədədləri üçün Z1 bərabər Z2 olarsa, x, y həqiqi ədədlər üçün tapın. Bu sadə sualdır. X üstəyər 4i bərabərdir 5 üstəyər x çıx y i. Baxan kimi görürük x 5-dir. X çıx y nə olar? 4. Yəni x sərbəstdə, daha doğrusu həqiqi hissə, xəyali hissə də xəyali hissə. 5 çıx y-də 4-dürsə, y-də 1-dir. Cavab B variantı. Baxaq növbəti suala. 17-də nə deyir? Funksiyanın neçə sıfırı var? Burada necə təyin edərik? Fx x üstü 4. Mən burada x üstü 4 çıx x kvadratı deyil. X kvadratına bir t deyərəm. X üstü 4 nə olar? T kvadratı çıx t çıx 12 bərabərdir 0. T1 üstəyər T2 bərabərdir 1. T1 vur T2 isə bərabərdir mənfi 12. Bu hansı ədədlərdir? T1 bərabərdir.
Deməli, müsbət 4 t2 bərabərdir mənfi 3. Buradan da x kvadratı bərabər 4 olması üçün x bərabərdir müsbət 2, x bərabərdir mənfi 2. X kvadratı bərabərdir mənfi 3 olması üçün x bərabərdir. Buradan indi kvadrat mənfi 3-ə bərabər olmur. Yəni x-imiz rasional ədəddirsə, bu şərti verməsəydi, bu kompleks kök olaraq mümkün idi. Çünki burada əvvəldə heç nə verməmişdi. Sadəcə bu şərti verdiyinə görə, x rasional ədəd şərtini verdiyinə görə biz orada mütləq şəkildə ancaq rasional olanları götürməliyik. Yəni bunları götürə bilməliyik. Deməli, 2 ilə mənfi 2-ni götürdük, cavab. Neçə dənə sıfırı var? 2 dənə. Normalda qüvvətin sayı qədər olur kök. Amma bura həm kompleks kök, həm rasional, həm irrasional, nə varsa hamısı daxil olur. 17-dən sonra 18. 18-də nə deyir? Tənliyin həll edin. Bu tənliyi həll edək. Kosinus pi çıx x. Pi çıx x deməli, ikinci rübdür. İkinci rübdə kosinus olur mənfi. Pi-ni atırıq, bunu atırıq. Olur nə? Mənfi kosinus x. Üstəcək. Kosinus pi üstəyər x. Bu da üçüncü rübdür. Üçüncü rübdə də kosinus mənfi olur. Yenə mənfini atıram qabağa. Olacaq çıx kosinus x bərabərdir 1. Mənfi 2 kosinus x bərabərdir 1. Kosinus x bərabərdir mənfi 1 böl 2. X də bərabərdir plus minus arc kosinus mənfi 2-də 1 plus 2 pi k. Bu deyir x bərabərdir plus minus pi çıxılsın arc kosinus 2-də 1 plus 2 pi k. Bu deyir plus minus pi çıx arc kosinus 2-də 1 nədir? Pi böl 3 plus minus 2 pi k. Pi çıx pi böl 3 eğer plus minus 2 pi böl 3 plus 2 pi k. Cavab 2 pi böl 3. C variantı. 19-cu sual. OX koordinat oxu üzərində yerləşən və A, B nöqtələrindən bərabər uzaqlıqda olan nöqtələrin koordinatları cəmin tapın. Nə deyir? Deməli, OX koordinat oxu üzərindədir, X oxun üzərindədir və A, B nöqtələrindən bərabər uzaqlıqda olan nöqtənin koordinatlarının cəmin tapın. Bu nə deməkdir? Məsələn, bu A nöqtəmdir. Bir A nöqtəm var, bir B nöqtəm var, bir dənə də özümdən C nöqtəsi yazıram. Baxın, C nöqtəsinin X koordinatı 0-dır. Üzr istəyirəm. OX koordinat oxu üzərində yerləşir. X-in üzərində yerləşirsə, bunun Y ilə Z-i 0-dır. X, Y, Z olmur. X-in üzərindədirsə, deməli, digərləri Y ilə Z yox. OX oxu üzərində yerləşən və 2 dənə nöqtə var. A, mənfi 2, 1, 3 və B, 3, 4, mənfi 1 nöqtələrindən bərabər uzaqlıqda olan nöqtənin koordinatları cəmini tapın. Gəlin tapaq. Zaten Y ilə Z-i başa düşdük. X-in üstündədirsə nə Y var, nə Z var. İndi burada da eyni məsafədə olduğuna görə məsafə düsturunu yazıram. İki nöqtə arasındakı məsafə C-dən A-yanı tapaq. AC bərabərdir kök altında. Birinci yazım, sonra kökün altına salarım. X çıx mənfi 2-nin kvadratı. Üstəcə 0 çıx deməli 1-in kvadratı. Üstəcə 3 çıx 0 çıx 3-ün kvadratı. Getdik kök altında. BC-yə baxaq. BC də bərabərdir X çıx 3-ün kvadratı. Üstəcə 0 çıx 4-ün kvadratı, üstəcə 0 çıx mənfi 1-in kvadratı. Burada da bunları bərabərləşdirəcəm. Çünki bərabər məsafədə deyir axı. Olacaq x üstəyər 2-nin kvadratı. Üstəcəl mənfi 0 çıx 1-in kvadratı mənfi 1 kvadratı 1. Üstəyər 9 bərabərdir x çıx 3-ün kvadratı. Üstəcəl 16, üstəcəl 1.
Bu kök altındadır. Hər tərəfi kvadratı yüksəldib kökləri də ataram. Bunu da açaq. X kvadratı üstəgəl 4x üstəgəl 4 üstəgəl 10 bərabərdir. X kvadratı çıx 6x üstəgəl 9 üstəgəl 16 yəni üstəgəl 17. X kvadratlar gedər. Mənfi 6x ataram sola. 4x üstəgəl 6x bərabərdir. 9 ilə 17-ni toplayanda 26 çıxılsın 14. 10x bərabərdir 12, x də bərabərdir 1,2. İndi burada koordinatların cəmini istəyirdi bizdən. Yəni bu nöqtənin 1,2, 0, 0. Cəmi də 1,2 verər. A variantı. 20-ci sual. ABCD paraleloqramının B təpəsindən AD tərəfindən çəkilən hündürlük bu tərəfi yarıya bölür. AB 5 və perimetr ABD 17 cm olarsa AD-ni tapın. Tapaq. Deməli, bir dənə paraleloqramımız var. B təpəsindən A, B, C, D. Bunu biraz sol tərəfdən yığım ki, o tərəfi yarıya bölür şərtinə uyğun olsun fiqurum. Təzədən çəkməyib yox. Bu paraleloqramın B təpəsindən AD tərəfinə çəkilən hündürlük tərəfi yarıya bölür. Hündürlüyü çəkdim. Deyər ki, hündürlük tərəfini ağardı, yarıya böldüm. Şəkil yenə ürəyimə yatmadı. Həfs, indi öz tam istədiyimiz kimidir. Bu C nöqtəsi, bu da D nöqtəsi. Verilib AB 5'dir. Perimetr ABD bərabərdir 17 olarsa AD-ni tapın, tapaq. Neyniyərəm? Bir dənə də buradan belə bir xətt çəkərəm. Bu hündürlükdür. Hündürlük tərəfi yarıya bölübsə, deməli hündürlük median tənbülən üst-üstə düşüb. Deməli bununla da bu bir-birinə bərabərdir. Bərabər yanlı üçbucaq imiş. Burada yer 5. 5, 5. Perimetr ABD 17'dir. 17-dən 2 dənə 5'i, yəni 10'u çıxaram. AD-yə qalar 7. Cavab A variantı. Sonra gəlir 20-ci sual. Deyir, limiti tapın, tapaq. Baxıram ki, x-in yerinə 0 qoysaq, məxrəc də 0 olar, sürət də 0 olar. Ona görə 0-ı qoyanmaram. Bəz nə inəyərəm? Törəmə taparam. Biz demişdik, yaxın məxrəc 0 olarsa törəmə tapırıq. Limit x yaxınlaşır 0-a. 2 üstəyəl x-in kubunun törəməsi olacaq. 3 vurulsun 2 üstəyəl x kvadratı. Vurulsun 2 üstəyəl x-in törəməsi. Çıx 8-in törəməsi 0. Aşağıda x-in törəməsi 1. Bu da eləyəcək. Zaten bu hissə bizə 1 verər. 2 üstü x-in törəməsi 1. Qaldı nə? Limit x yaxınlaşır 0-a. 3 vurulsun 2 üstəyəl x-in kvadratı. Aparıb 0'ı yerinə qoyaq. 3 vurulsun 2 üstəyəl 0'ın kvadratı. Yəni 3 vur 4, 12. Cavab C variantı. 22-ci suala baxaq. AC parçasının uzunluğu CB-dən 4 cm böyük. AC-nin uzunluğu CB-dən 4 cm böyük. CB-ni bilmirəm. Sonra nə deyir? CD isə DB-dən 2 dəfə kiçik. CD DB-dən 2 dəfə kiçikdir. Gəlin CD-yə bir x deyək. DB olacaq 2x. CD-ni verib də bizə. CD 3-dür. CD DB-dən 2 dəfə kiçik idisə, onda DB 6 imiş. DB 6 imişsə, CB 9-dur. AC də CB-dən 4 cm böyükdür. 9-un üstünə bir dənə də 4 gəlin, 13. Bunların da toplamı, toplam uzunluğu eləyər 22. C variantı. Perimetri 40 olan bərabər yanlı ABC üçbucağında AB, BC bərabər. Bu üçbucağın daxilinə çəkilmiş çevirən radiusu BD hündürlüyünün 5'də 2 hissəsinə bərabərdir. Hündürlüyün 5'də 2 hissəsinə bərabər olarsa AC oturacağının uzunluğunu tapın. Deməli, mən buradan çəkib göstərə bilərəm fikrimcə. Bir üçbucağım var. ABC üçbucağında AB bərabərdir BC-yə. Bura A olsun, bura B, burada C. Yanlar bərabərdir. Nə verib? Bu üçbucağın daxilinə çəkilmiş çevirən radiusu kiçiyir.
Hündürlüyün 5'də 2 hissəsidir. Kiçik yer bərabərdir 5'də 2 h-a. Hə, indi burada götürüb çarpaz da edə bilərəm. Bərabər olarsa AC oturacağımın uzunluğunu tapın. Taparıq. Neyiniyək? Bura bir A deyək. Burada bir A olsun. Burada olar B. Bu da bizim hündürlüyümüz H. Şimdi R bərabər 5'də 2H. Mən də bilirəm, axı, kiçik yerin düsturu nədir? R bərabərdir 2S böl P. İndi buradan gedib cavabımızı tapaq. Bu da bərabərdir nəyə? 5'də 2H-a. Kiçik yer bərabərdir 2S. 2 vur. 2'də 1 vur. Sahə A vur H-a. A vur H-a, burada B vur HB olacaq. Çünki B-yə hündürlük seçmişəm. 2 vur B vur hündürlük bölünsün. Perimetrdə nədir? A üstəyə B. Perimetrdə 40 daxı. Zaten onu bizə verib. Bərabərdir 5'də 2 H-a. İndi bununla bu gedər. Əlimizdə qalacaq. Buradan davam edirəm. BH böl 4 bərabərdir 5'də 2 H-a. Hər iki tərəfdən H-ları silirik. Çarpaz edirəm. 5B bərabərdir. 40'dır bu, üzr istəyirəm. 5B bərabərdir. Çarpaz edəndə 5B bərabərdir. H-ləri sildik. 5B bərabərdir 80'ə. B də bərabərdir 80 böl 5, yəni 16'ya. Deməli, perimetr nə istəyir? AC oturacağın uzunluğunu tapın. Tapdıq. Baxaq 24-cü suala. Burada deyir, açılışında ən böyük binomial əmsallar 4, n-dən 4-ə, n-dən 5 olarsa n-i tapın. Ümumiyyətlə, ən böyük binomial əmsal harda olur? Orta həddə. Orta həddin binomial əmsalı demişdik ki, böyük olur. Məsələn, 4 yazıram. Əgər burada 4 yazmışamsa, orta hədd olacaq. Burada hədlər necə bölünürdü? 5 hədd olurdu, n4 isə hədd sayı olurdu bir dənə çox. Və necə başlayırdı? Kombinizon 4-dən 0-a, 4-dən 1-ə, 4-dən 2-yə, 4-dən 3-ə, 4-dən 4-ə. Ən böyük olurdu ortadakı. Yəni 4 hədd olardısa, daha doğrusu n4 olardısa, qüvvət 4 olardısa, 5 hədd olacağına görə olurdu bu ən böyük. İndi burada fikir verin, 2 dənədir. A üstü gəl B üstü, məsələn 5 götürsəm, olacaq 6 dənə element. 6 element olsa ortada fikir verin. Olacaq nə? Kombinizon 5-dən 2-yə ilə kombinizon 5-dən 3-ə. 6 element. Bunun solunda da 2 dənə, sağında da 2 dənə olacaq. Ortada bunlar duracaq. İndi orta hədd kombinizon n-dən 4-ə ilə n-dən 5-ədirsə, deməli, elə bu n-dən 4-ə, n-dən 5-ə. Deməli, burada neçə element var imiş? Deməli, 9 element var imiş ki, ümumi, üzr istəyirəm, qüvvət 9 imiş ki, ümumi 10 element olsun. Bu 10 elementi də sayanda necə sayırıq? Fikir verin, 0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Ortada duranlar 4 ilə 5 olsun. Demək, n neçə imiş? 10 imiş. Növbəti sual 25. Oturacağın hündürlüyü 3/3. Oturacağının hündürlüyü 3/3. Yan üzünün diagonalı isə 10 olan düzgün üçbucaqlı prizmanın yan səthinin sahəsini tapaq. Deməli, bizdə nə var? Oturacağın hündürlüyü düzgündürsə, düzgün fiquru nə idi? Bərabər tərəfi. Düzgün üçbucaqda axı, üçbucaqlı. M bərabərdir, H bərabərdir, T bərabərdir, A kök 3 böl 3. Hündürlüyü neçədir? 3 kök 3. Buradan kök 3-lər gedər, A bərabərdir 9. Deməli, bu neçədir? 9. Yan üzünün diagonalı isə 10. Yan üzün diagonalını çəkirəm. Bura neçədir? 10. Üzr istəyirəm. Burada kök 3 böl 2. A kök 3 böl 2-dir. Bu neçə eləyər? Məxrəcinə bir atıb çarpaz eləyəndə 6. Burada oldu 6. O zaman hündürlüyü neçə eləyər? 8. Biz də bilirik axı prizmanın yan səthinin sahə düsturu nədir? pH. Yəni S bərabərdir pH. Perimetr oturacağındakı P oturacaqdır H. Oturacağındakı fiqurun perimetri 6, 6, 6. 3 dənə 6. Hündürlüyü də 8. Bu da eləyər 3 vur 48, yəni 144. Cavab elədi 144. Baxaq 26-cı suala. Ədədi sessiyada A5 ilə A9-u verib. İlk neçə hədd deyir? İlk 13 həddin cəmini tapın, tapaq.
A5 üstəgəl A9-u birinci açaq. A1 üstəgəl 4D. Üstəgəl A1 üstəgəl 8D bərabər 16. 2A1 üstəgəl 12D bərabərdir 16. Bizdən S13 istəmir. S-nin düsturu nə idi? 2A1 üstəgəl n çıx 1 D bölü 2 vur n bərabərdir. Nəyə? Hələ bizdən bunu istəyir. N də onun üstdə. 2A1 üstəgəl 12D-nin yerinə yazıram 16 bölünsün 2 vur 13 8 vur 13 cavab 104 tapdıq. Sonra baxaq 27-ci suala. Deyir ki, bərabərsizliklər üçün uyğunluğu müəyyən edin. Mən birinci həlli yoxdur şərtindən başlayaram. Bunun həlli yoxdur. Modul mənfi 2-dən kiçik ola bilərmi? Xeyr, heç vaxt. Sonra gəlirəm mənfi 3-dən böyüyə. Həlli hər şeydir. Bu da olacaq. Modul həmişə mənfidən böyük. Heç vaxt mənfidən kiçik olmur. Burada y uyğun getdi. Bu da gedir. Sonra gəldik nəyə? 4x çıx 3. İndi bir dənə bunu birincini həll edirəm. Birincini həll edirsək, bir dəfə olduğu kimi yazıram. Ya da elə buradan yazım. Bir dəfə olduğu kimi 4x çıx 3 kiçikdir 5-dən, 4x kiçikdir 8-dən, x kiçikdir 2-dən. Bir dəfə də qabağına mənfi qoyuram. Kiçikdir 5-dən, mənfi 4x üstəgəl 3 kiçikdir 5-dən, mənfi 4x kiçikdir 2-dən, x də böyükdür. 2 böl mənfi 4, yəni mənfi 2-də 1-dən. İndi deyir ki, ən kiçik tam həlli 0-a bərabərdir. Mənfi 2-də 1-dən böyük ən kiçik tam ədəd 0-dır. Ən böyük tam həlli 1-dir. Bəli, 2-dən kiçik 1 eləyir. Ən kiçik tam həlli 2-dir. Xeyr, 2-ni qoyanda bərabər olur, amma biz 2-ni götürənməliyik. Və nə oldu? B, C, D də heç birinə uyğun getmədi. Sonra baxaq situasiyamıza. Situasiyada nə deyir? Bunu vərəqə o birisi tərəfə qoyum ki, rahat yaza bilim. Deməli, deyir ki, bizə ABC düzbucaqlı şəklində olan futbol meydançasında mərkəzi diaqonalların kəsişmə nöqtəsində yerləşən dairəvi sahə ayrılmışdır. Bu dairəvi sahənin çevrəsinin uzunluğu 9 pi metrdir. Gəlin, tapmışkən radiusunu tapaq. Yəqin ki, bizə lazım olacaq. Buradan yazım, neçəyə gedəcək? 2πr sahəsi, bu dairəvi sahənin çevrəsinin uzunluğu. Çevrənin uzunluğudur ya bu. 2πr bərabərdir 9pi. Buradan da radius bərabərdir 4.5. O dairəvinin AB 75 metr. B'dən Y'yə 58 metr. Biraz böyüdüm. Bura 75'dir. B'yə 58'dir. Meydançanın MN komandalarının hər birinin 11 oyuncusu var və onların yaşları ədəd ortası uyğun olaraq 24-26-ya bərabərdir. Meydançadan kənarda M komandasının 3 xarici və 3 milli, N komandasının 2 xarici 4 milli ehtiyat oyuncusu var. Futbol meydançasının sahəsini tapaq. Deməli, biz radiusu tapdıq 4.5. Onda bax, bura eləyər 4.5. Onda bura eləyəcək. Baxın. Toplam 62,5 bura. Burada 62,5 eləyər axı. O səbəbdən bizim fiqurumuz olacaq. Belə bir dənə düzbucaqlımız. Burası 75. Burası toplayanda 125. Burası x. Yazıram 75'in kvadratı üstəgəl x-in kvadratı bərabərdir 125'in kvadratına. Bu da diqqətlə baxsaq 3 4 5'in neçə mislidir? 25 misli. Elə x-imiz olacaq. 4'ü 25'e vurun eləyər 100. Ya da oturup Pifagordan hesablayarsınız. X kvadratını taparsınız 10. 1000 x də bərabərdir 100. Biz nəyi tapdıq? Buranı 100 tapdıq. 2 sahəni tapaq. S də bərabərdir AB daxil. 75 vur 100 eləyər 7500. Rahat sual idi. 29. Oyunun idarə edilməsində bir baş hakim və 2 yan xətt hakimi iştirak edir. Hakimlərin və meydançadakı bütün futbolçuların yaşlarının ədəd ortası 26 olarsa, hakimlərin yaşlarının ədəd ortasını tapaq. Deməli, nə deyir? Hər komandanın
Deməli, hər birinin 11 oyuncusu var. Meydançada M və N komandalarının hər birinin 11 oyuncusu var. Onların yaşları nədir? Ortası 24 və 26-dır. Deməli, məsələn, M-də 24 götürək, N-də 26 götürək. Neçə nəfər var? Say. 11 nəfər burada var, 11 nəfər də burada var. Bura deyir ki, oyunu idarə edilməsi üçün bir baş hakim və 2 yan xətt hakimi iştirak edir. Deməli, bir baş hakim, 2 yan xətt hakimi, hakimlərin və meydançadakı bütün futbolçuların yaşlarının ədəd ortası 26 olarsa, hakimlərin yaşlarının ədəd ortasını tapaq. Deməli, bir dənə baş hakim, 2 dənə də bu qıraq hakimlər. A, B, C yazdım. 2 yan xətt hakimi yazdıq. A, baş, B, yan xətt, C də birisi yan xətt hakimi. İndi bunları deyək, hamısını toplayaq. Deməli, 11 dənə, daha doğrusu, 11 vur 24, üstə gəl 11 vur 26, üstə gəl A, üstə gəl B, üstə gəl C, böl. Toplam bayaq 11 buradadır, 11 buradadır, üstə də buradadır. Neçə gələcək? 22, 25 nəfər. Bunların ədəd ortası neçədir? 26. Əla. Yuxarıdan 11-i ortaq çıxaranda 11 vur olsun 24, üstə gəl 26, üstə gəl A, üstə gəl B, üstə gəl C bərabərdir 25 vur 26. Bu da gələcək. Deməli, 11 vur 50, 550, üstə gəl A, üstə gəl B, üstə gəl C bərabərdir 650-yə. Buradan isə problem oldu deyəsən. 25-i 26-ya vuranda, 650-dir də, burada problem yoxdur. A, üstə gəl B, üstə gəl C bərabərdir 100. İndi bizdən bunların nə istəyir? Bunların ədəd ortası. Bunların ədəd ortası da olacaq A, üstə gəl B, üstə gəl C bölü 3. Yəni 100 bölü 3. Yəni 33/3/1. Onların yaşlarının ədəd ortası oldu 33/3/1. 30. Oyun zamanı hər komandanın baş məşqçisi meydançadakı 2 oyuncunu eyni anda əvəz etmək üçün ehtiyat oyuncular arasından ikisini təsadüfi olaraq seçir. Seçilən oyunculardan M komandasında hər ikisinin, N komandasında isə yalnız birinin milli oyuncu olması hadisəsinin ehtimalı getdik. M-ə baxaq. M-də vəziyyət nədir? Meydançada kənarda M komandasında 3 xarici, 3 dənə millidir. N-də isə 2 xarici, 4 dənə də millidir. Gəldik bura. Oyun zamanı hər komandanın baş məşqçisi meydançadakı 2 oyuncusunu eyni anda əvəz etmək üçün ehtiyat oyuncular arasında ikisini təsadüf seçir. Bu arada hər komandada bu baş verəcək ya. Burada neçə nəfər var? 6 nəfər. Hər komandaya görə işləyəcək. Bunun məxrəci, yəni bir M komandasına görə işləsək, məxrəc olacaq nə? Kombinizon 6-dan 2-yə. Arasında 2 təsadüfi olaraq seçilir. Seçilən oyuncunun M komandasında hər ikisinin, N-də isə birinin milli olması. M-dən olsun, hər ikisi milli olsun. 3 dənə milli var, ikisini seçirəm. Baxın, hər komandadan 2 nəfər seçdik. M olacaq 6-dan 2, 3-dən 2. N isə olacaq 6 nəfər var, kombinizon 6-dan 2. Deyir ki, yalnız biri milli oyuncu olsun. Yalnız biri milli oyuncu olarsa, 4-dən 1, avtomatik biri də xarici olmalıdır axı. 2-dən 1. Bunu da vuracaq. Nə deyir? İsə yalnız birinin milli oyuncusu olmasının hadisəsinin ehtimalı tapır. Bəli, bu M-in hadisəsidir, bu N-in. Hər ikisində 2 oyuncu salırıq. Ümumi 2 oyuncu salınırıq oyuna. Bu olacaq 3 vur 2 böl 1 vur 2 böl 6 vur 5 böl 1 vur 2 vur 4 vur 2 böl 6 vur 5 1 vur 2. Buradan 1 vur 2'lər gedər. 2 ilə 6 gedər, 3 qalar. Əlimizdə qalanlar 3 vur 2 sürətdə, 6 vur 5 aşağıda, 4 vur 2 sürətdə, 3 vur 5 aşağıda, 3 vur 2 6-nı apardı, qaldı 8, 75. Zabelgər 75-də 8. Bu qədər. Suallar bəziləri bəli çətin idi, amma çox da dəhşətli çətin deyildi. Biraz diqqətli olsaq 30-30 da yazmaq olar bununla. Sağ olun, salamat qalın. Videonu bəyənib kanala abunə olmağı unutmayın. Qarşıdan gələn imtahanlarda hər birinizə uğurlar.